quraqlığın aradan qaldırılması və kənd təsərrüfatının dirçəldilməsi məqsədilə Xəzər dənizindən Semnan əyalətinə su kəmərinin çəkilməsi layihəsi yenidən aktivləşdirilib. Bu haqda İran mediası məlumat yayıb. Məlumatın yayılması müxtəlif reaksiyalarla qarşılaşıb və bir çox mütəxəssislər bunu qalmaqallı layihə adlandırıblar. Onların fikrincə milyardlarla dollara başa gələcək layihə həm də ətraf mühitə ciddi ziyan vuracaq. Qeyd edək ki, 2012-ci ildən gündəmdə olan bu layihə hazırda geniş ekoloji və ekspert müqavimətinə baxmayaraq boru kəmərinin marşrutu və qol xəritəsinin müəyyən edilməsi ilə yeni tədqiqat mərhələsinə qədəm qoyub. Azərbaycanlı ətraf mühit fəallarının da etirazı ilə qarşılaşıb və onlar Urmiya gölünün bərpasına ayrılmalı olan büdcənin bir neçə qatının bu layihəyə xərclənməsini qınayıblar. Tehran Universitetinin professoru Zəhra Qayemi əri tərəfindən öldürülüb. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə o boğularaq qətlə yetirilib. Hadisənin təfərrüatı və səbəbləri barədə açıqlama verilməyib. Zəhra Qayemi Tehran Universitetinin Qadın Araşdırmaları Departamentinin üzvü və universitetin Ailə Elmləri Fakültəsinin əməkdaşı olub. Qeyd edək ki, rəsmi statistikaya görə son 2 il ərzində İranda öldürülən qadınların sayı 300-ü keçib. İnsan hüquqları müdafiəçiləri öldürülən qadınların sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər. Onların fikrincə İran qanunlarına əsasən namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür. Buna görə də qatillərin sayı azalmır. İranlı qaçqınların ölkəyə girişi üçün şərait var və qanuni olaraq başqa cinayət əməlləri törətmədikləri şərti ilə onların ölkəyə qayıtması üçün heç bir maneə yoxdur. Bunu İran Xarici İşlər Nazirliyinin Parlament İşləri İdarəsinin baş direktoru Hüseyn Nüşabadi deyib. Qeyd edək ki, İran hökuməti xaricdəki İranlılara dəstək adlı qanun layihəsini qəbul edib və bir müddət əvvəl Xarici İşlər Nazirliyində xaricdə yaşayan İranlılara dəstək bölməsi qurulub. Bugün isə adı çəkilən qanun layihəsi İran parlamentində müzakirəyə çıxarılıb. Qanun layihəsinə görə hökumət 6 ay ərzində xaricdə yaşayan bütün İranlıların hərtərəfli məlumat bazasını hazırlamalı və hər il parlamentin Milli Təhlükəsizlik Komissiyasına onların statusu haqqında hesabat təqdim etməlidir. İranın paytaxtı Tehranda erməni xristian icmasının şərəfinə Müqəddəs Məryəm adlı yeni metro stansiyası açılıb. Bununla bağlı yerli media məlumat yayıb. Müqəddəs Məryəm stansiyası xarici görünüşü və giriş köşkünün forması, həmçinin daxili məkanların memarlığı baxımından Tehran metrosunun 6-cı xəttinin ən görkəmli və fərqləndirici stansiyalarından biri hesab olunur. Məlumatda bildirilib. Qeyd edək ki, bununla yanaşı bir müddət əvvəl Tehranda bir neçə küçənin də adı dəyişdirilərək erməni adlarından əvəz olunub. İran və Azərbaycan arasında Astara sərhəd keçid məntəqəsində yük avtomobillərinin hərəkəti əhəmiyyətli dərəcədə artacaq. Bu barədə Gilan əyalətinin valisi Hadi Həqşinas məlumat paylaşıb. Tərəflərin birgə əməkdaşlığı nəticəsində gömrük prosedurları sürətlənəcək və hazırda gündə 400 olan yük maşını keçidi 800-ə çatdırılacaq. Artıq bu barədə hər iki dövlətin nümayəndəsi Tehranda razılığa gəlib, deyə vali qeyd edib. Vali əlavə edib ki, Astara sərhəd avtomobil yolunun son 1,5 kilometri asfaltlanıb. Yaxın aylarda isə dəmir yolu və yük terminalının tikintisinin yekunlaşdırılması gözlənilir. Rusiya, Azərbaycan və İran yeni şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin və bu dəhlizin qərb marşrutunun formalaşdırılmasında maraqlıdır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Averçuk bildirib. Bu layihə həqiqətən qlobal əhəmiyyət kəsb edir. Çünki biz bugün dəyişən dünyada yaşayırıq. İqtisadi mərkəz qərbdən şərqə və cənuba doğru yer dəyişir. Buna görə də biz Rusiyada şimal-cənub beynəlxalq nəqliyyat dəhlizini Rusiyalı ixracatçılar üçün sürətlə inkişaf edən qlobal cənubun bazarlarına çıxış imkanı olaraq nəzərdən keçiririk. Əlbəttə, biz bu ölkələrdən məhsul idxalında da maraqlıyıq, Overçuk bildirib. Aleksey Overçuk Bakıda keçirilən görüşlərdə mövcud problemlərin 3 ölkə formatında həll edilməsi qərarına gəldi. Açıqlayıb. Bunun üçün mütəmadi görüşlər keçirəcək, problemlər müəyyən ediləcək və onların həlləri tapılacaq. Buna görə də biz hesab edirik ki, dünən və bugün keçirilən 3 tərəfli görüşlər nəticəsində gələcəkdə şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin effektiv beynəlxalq dəhlizə çevrilməsinə çalışmaq üçün mexanizmlər formalaşdırmağa nail olmuşuq. Yəni bu dənizdən daşıyıcılar daha çox istifadə etməyə çalışsınlar. Rusiya, Azərbaycan və İran burada maraqlıdırlar. Buna görə də biz hesab edirik ki, bu görüş çox məhsuldar oldu.
Buraxılışımız davam edir. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri Finlandiya Respublikasının Xarici İşlər naziri Elina Valtoneninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı dövlətimizin başçısı ilə Finlandiya prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlanıb. Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edərək bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd edib. Qonaq Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-nədək ləğv ediləcəyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Vaşinqtonda ABŞ prezidenti Donald Trumpın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaradıb. Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRIP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxunub, onun bütün bölgə üçün faydalı olacağını deyib. Söhbət zamanı ölkəmizlə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycan-Finlandiya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Davam edirik. İrandan Azərbaycana 26 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb, hazırda əməliyyat axtarış tədbirləri davam etdirilir. Külli miqdarda narkotik vasitənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat axtarış tədbirləri zamanı Azərbaycanın İranla dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanış yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb. Asif Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 metadon həbləri aşkar edilərək götürülüb. Nüvə İranına qarşı koalisiya Ukraynada vurulmuş İran pilotsuz təyyarəsini Şahid 136-nı Britaniya parlamentində nümayiş etdirib. Nazir vurğulayıb ki, Ukraynaya dəstək indi əvvəlkindən daha vacibdir. Çünki hər gün Ukraynanın enerji infrastrukturu üzərində güclü hava hücumları qeydə alınır. Nazir qeyd edib ki, Ukraynalılar yaxınlaşan qışın müharibə dövrünün ən ağır qışı olacağını xəbər veriblər. Biz Ukraynaya davamlı yardım axını təmin etməliyik. Niderland isə bundan əvvəlkindən daha çox dəstək verir. Bir neçə gün öncə 200 milyon avroluq dəstəyi elan etdim. Bugün isə həm kəşfiyyat, həm də zərbə dronları üçün əlavə 90 milyon avroluq yeni paketi bildirirəm, deyə Brekelmans bildirib. O əlavə edib ki, Ukraynanın hələ də pilotsuz uçuş aparatlarının istehsalı üçün böyük sənaye potensialı var və buna görə də Niderland əlavə investisiyalar yatırır. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı işğal olunan Krımda neft terminalına zərbəni təsdiqləyib. Bu barədə yerli kütləvi informasiya vasitələri Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb. Təşkilat Şahid 136-nı Putinin Ukraynaya qarşı müharibəsində əsas silah adlandırıb və X-Net-də pilotsuz təyyarənin şəklini yerləşdirərək yazıb. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsində İranın rolunu və İran pilotsuz təyyarələrinin Avropa təhlükəsizliyinə artan təhdidini göstərir. Oktyabrın 14-də Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Britaniya parlamentində çıxış edərək Rusiyadan Avropaya artan təhlükə barədə xəbərdarlıq edib. O, Avropanın şərq sərhədində müdafiə sistemləri və dron divarı inşa etməmək məsuliyyətsizlik olardı deyib. Sikorski Avropanı Ukraynaya dəstəyini davam etdirməyə və Amerika prezidenti Donald Trumpı Rusiya infrastrukturuna hücum etmək qabiliyyətini gücləndirmək üçün Ukraynaya uzaq mənzilli Tomahawk raketləri verməyə çağırıb. Amerika prezidenti Donald Trump Rusiyalı həmkarı Vladimir Putinin Ukrayna ilə münaqişəni dayandırmaq istəmədiyini bildirib. Ağ Ev rəhbəri bunu jurnalistlərlə söhbət zamanı deyib. Çox məyusam, çünki mənimlə Vladimir arasında əvvəlcə yaxşı münasibət vardı. Bəlkə də hələ də yaxşı münasibətlər var. Mən bilmirəm, niyə bu müharibəni davam etdirir. Trump əlavə edib. Niderland Ukraynaya kəşfiyyat və zərbə dronlarının istehsalı üçün 90 milyon avro ayıracaq. Bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı bildirib.
Nazir vurğulayıb ki, Ukraynaya dəstək indi əvvəlkindən daha vacibdir. Çünki hər gün Ukraynanın enerji infrastrukturu üzərində güclü hava hücumları qeydə alınır. Nazir qeyd edib ki, Ukraynalılar yaxınlaşan qışın müharibə dövrünün ən ağır qışı olacağını xəbər veriblər. Biz Ukraynaya davamlı yardım axını təmin etməliyik. Niderland isə bundan əvvəlkindən daha çox dəstək verir. Bir neçə gün öncə 200 milyon avroluq dəstəyi elan etdim. Bugün isə həm kəşfiyyat, həm də zərbə dronları üçün əlavə 90 milyon avroluq yeni paketi bildirirəm, deyə Brekelmans bildirib. O əlavə edib ki, Ukraynanın hələ də pilotsuz uçuş aparatlarının istehsalı üçün böyük sənaye potensialı var və buna görə də Niderland əlavə investisiyalar yatırır.